Əhməd Bəyoğlu müasir türk alimi Fəxrəddin Gülsevən, o mərd və cəsur mübarizə adamı, professor və maarifçi, dürüst siyasətçidir. Deyə bilərik ki, o insanlığın bütün məziyyətlərini öz simasında toplamış böyük insan, dahi şəxsiyyətdir yazırdı. Bu sözlər Əhməd bəy Ağaoğlu haqqında idi. Şuşada doğulmuş Əhməd bəy Ağaoğlu 1887-ci ildə Şuşa gimnaziyasındakı təhsilini bitirir. Peterburqa gedib təhsilini Texnologiya İnstitutunda davam etdirmək istəyir. İlk imtahanlarını uğurla başa vurur, lakin trigonometriyadan lazımi bal toplaya bilmədiyi üçün gənclik xəyallarının şəhəri olan Peterburqa əlvida deyərək Parisə yollanır. Maddi ehtiyac da onu cəsarətli fikrindən daşındıra bilmir. Parisdə keçirdiyi mərhələ onun mənəvi intellektual inkişafında mühüm illər təşkil edir. 6 ay burada sözlərin yeri dəyişiləsidir uşaqlar çərçivədə verilən. Çünki norma pozuntusu yaranıb. Parisdə keçirdiyi illər onun mənəvi intellektual inkişafında mühüm mərhələ təşkil edir. Mərhələ ilə illərin yerini dəyişməlisiniz. Yəqin ki, açıq sualda bununla bağlı məsələ qeyd olunur. Bir daha deyirəm, Parisdə keçirdiyi illər onun mənəvi intellektual inkişafında mühüm mərhələ təşkil edir. Olmalıdır. Deməli, 6 ay davam edən gərgin fransız dili məşğələlərindən sonra Əhməd bəy 1888-ci ildə Sorbonna Universitetinin yanındakı Paris Hüquq Məktəbinin tələbəsi olur. Eyni zamanda sonralar dostuna çevrilən Avestanın məşhur tədqiqatçısı Darmstadterin, Şərq Dilləri Məktəbində isə Şefer və Barbier de Meynarın mühazirələrini dinləyir, Şərq və İslam tarixini öyrənməklə məşğul olur. Əhməd bəy Ağaoğlu'nun İran və Azərbaycan haqqında, bu regionda yaşayan xalqların tarixi, ədəbiyyatı, mədəniyyəti və sair barəsində silsilə məqalələri çap olunur. Onun Tiflisdə rus dilində çap olunan Kafkaz qəzeti və Bakıdakı Kaspi ilə əməkdaşlığı da eyni dövrə, 90-cı illərin əvvəlinə təsadüf edir. 6 ilə yaxın davam edən Paris həyatından sonra deməli, Əhməd bəy Ağaoğlu atasının ölüm xəbərini alır və bir müddət İstanbulda qalaraq vətənə qayıdır. Osmanlı paytaxtında olduğu günlərdə o maarif naziri Münif Əfəndi və bir sıra tanınmış türk zəlilərlə tanış olur. Əhməd bəy Ağaoğlu onlarla birgə görülməsi vacib olan işlər barədə fikir mübadiləsi aparır, gələcək üçün planlar cızır. İstanbulda qalıb yaşaması və işləməsi ilə bağlı müəyyən təkliflər almasına baxmayaraq imtina edir. Çünki 6 illik Paris həyatı dövründə əldə etdiyi bilik və təcrübəyə burada böyük ehtiyac vardı. Şuşa şəhərində yaşamağa başlayan Əhməd bəy hər vasitə ilə həm vətənlərini, həm yerlərini bir araya gətirməyə, onların milli şüurunu, vətəndaşlıq və vətənpərvərlik duyğularını canlandırmağa çalışır. Qərbin mütərəqqi ideyalarını Azərbaycan gerçəkliyinə tətbiq etməyə can atır və gördüyü işlərə görə dövrün nüfuzlu şəxslərindən birinə çevrilir. Baxırıq 81-ci suala. Deyir, Əhməd bəy Ağaoğlu'nun fəaliyyətinə aid deyil. Millət vəkili olması, yəni deputatlıqdan söhbət getmir mətndə. Maarifçilik var. Çünki deyir ki, mütərəqqi ideyalarını Azərbaycan gerçəkliyinə tətbiq etməyə can atır. Yəni, mütərəqqi demək yenilikçi ideyalar deməkdir. Maarifçilik də elmə filan önəm vermək deməkdir. Həm də məsələn məqalələr filan yazır. Bu da maarifçiliyi yaymasına oxşar ola bilər. Əcnəbi dilə maraq, bəli, fransız dilini öyrənir. 6 ay davam edən gərgin fransız dili məşğələlərindən sonra deyir. B var, C var. Qəzetlə əməkdaşlıq, bəli, Kaspi ilə əməkdaşlıq edir. Siyasi xadim kimi fəaliyyət. Bu da var yəqin ki. Çünki orada deyir ki, atır və gördüyü işlərə görə dövrümüzün nüfuzlu şəxslərindən birinə çevrilir. Həmçinin baxın, burada yuxarıda da yazıb. Professor, maarifçi və dürüst siyasətçidir. Maarifçilik B ona görə gedir. Həm də siyasətçidir deyəndə Y də gedir. Qalır nə? Millət vəkili olmaq A variantı. Elə giriş əsasında müəyyənləşdirə bilərik. Keçirəm 82-ci suala. Altından xətt çəkilmiş ifadənin mətndəki mənasına uyğun qarşılığını müəyyən edin. Altından xətt çəkilmiş ifadə. Maddi ehtiyac. Maddi pul deməkdir. Amma maddi ehtiyac, məsələn, pul qazanmaq həvəsi deyil. Çətin bir dövrdə yaşama deyil. Tükənməyən var-dövlət deyil. Maliyyə vəsaitinin azlığı. Maddi maliyyə vəsaitin azlığı da ehtiyacı göstərir. Ona görə D variantıdır. Üzərinə rəqəm yazılmış hansı ifadələr məcazi mənadadır deyir 83-də.
Gəlin baxaq görək hansı ifadələrin üzərinə rəqəm qoyulub və onlar hansı məcazidir. Deməli, vətənə qayıdır, həqiqidir. Tanış olmaq, həqiqidir. Fikir mübadiləsi aparmaq, məcazidir. Gələcək üçün planlar cızır, planı cızmazlar, məcazidir. Gələcək həqiqidir, 4. Deməli, məcazi olanlar hansı oldu? 3 ilə 5. İndi baxaq görək 3 ilə 5 hansı variantdadırsa, o məcazidir. Cavab olur B variantı. Mətnə əsasən uyğun olmayan fikri müəyyən edin. Vətəninə qayıtmanın səbəbi atasının vəfatı olmuşdu, deyir. Bu düzdür. 6 ildən sonra atasının vəfatını eşidir və İstanbula, oradan da vətənə qayıdır. Trigonometriya imtahanına lazım bal toplaya bilmədiyi üçün Peterburqda hüquq məktəbinin tələbəsi olmalı olur. Bu səhvdir. Lazımi balı toplaya bilmədiyi üçün Peterburqla vidalaşır və hara gedirdi? Parisə gedirdi. Mətndə yazmışdı. Cavab olur B variantı. Çünki mətndən göstərək bunu. Burada yazıb ki, ilk imtahanlarını uğurla başa vurur, lakin trigonometriyadan lazım bal toplaya bilmədiyi üçün gənclik xəyallarının şəhəri olan Peterburqa əlvida deyərək Parisə yollanır. Yəni hüquq tələbəsi olur deyə bir şey yoxdur. Ona görə cavab yanlış olan B-dir. Paris mühiti və görkəmli şəxsiyyətlərdən dərs alması onun yetkinləşməsində böyük rol oynayır, düzdür. Olduğu müddətcə mətbu orqanlarda məqalələr dərc olunur, düzdür. Ədəbiyyat barədə filan yazmışdı, müxtəlif sahələrdən məqalələr yazır. Vətənpərvərliyi ilə yanaşı qərb aləminin ideyalarını da bəyənir, ölkəsinə tətbiq etməyə çalışır, bu da düzdür. 85. Mətnin əsas hissəsinə aid plan bəndləri. Əsas hissəsinə deyir. Əsas hissə. Əhməd Bəyaoğlu'nun mükəmməl təhsil almağa çalışması. Bu, onun Peterburqda və Parisdə təhsilindən söhbət gedir. Paris, Peterburq əsas hissəyə uyğun gəlir. Biri götürəcəyik. Haqqında türk mütəfəkkirinin fikri, bu girişdir. Vətəndə milli şüurun inkişafı uğrunda mübarizə, bu nəticədir. Dövrün mütəfəkkirlərinin mühazirələrini dinləməsi Parisdə dinləyirdi, əsasdır. Qarabağda vətəndaşlıq fəaliyyəti, bu da nəticəyə uyğun gəlir. Deməli, 1 ilə 4. Cavab olur A variantı. Bir də göstərək. Məsələn, türk mütəfəkkirin fikri Fəxrəddin Gülsevənin girişdə idi. Nəticədə də Şuşa şəhərində deyir, Qarabağda mübarizə idi. Sonra yazıb ki, yenilikçi ideyaların tətbiqi filan. Bax, onlar nəticədə idi, ona görə götürmədik. Sonra 86-ya gəlir. Aşağıdakı verilmiş izahlarını mətnin ikinci abzasına hansı ifadələr aid olduğunu müəyyənləşdirib çərçivədə yazın, deyir. Deyir, humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün məktəb. Bu, gimnaziya deməkdir. Görək, mətndə gimnaziya sözü var ikinci abzasda. Bəli, var. Deyir, Şuşa gimnaziyası. Ümumiyyətlə, gimnaziyalar humanitar sahə üçün seçilir. Ona görə bu sözün mənası olacaq nə? Gimnaziya. Gimnaziya. İkbucağın tərəflərinin uzunluğu və bucaqlar arasındakı münasibətləri öyrənir. Bu, trigonometriyadır. Siz trigonometriyanı bəlkə də üçbucaqla bağlı olduğunu bilmirsiniz, amma üçbucağa bağlı bir şeydir. Ona görə trigonometriya gedəcək orada cavab. Təhsil müəssisəsində bilik bacaq dərəcəsini qiymət və qəbul zamanı alınan qiymətlərin məcbur göstərən rəqəm bal. Sözlərin mənası indi çox asandır. Deməli, birinci söz gimnaziya, ikinci söz trigonometriya, daha uzun-uzadı yazmadım. Üçüncü söz isə bal. Çərçivəyə alınmış sözlərin sırasını dəyişiklik etməklə düzgün şəkildə yazın. Orada siz deməli mərhələ ilə illərin yerini dəyişməli idiniz. Mətnə qarşısında üçbucaq bunu bayaq demişdik də, yəni 87-ni də deyirəm. Parisdə keçirdiyi illər onun mənəvi intellektual inkişafında mühüm mərhələ təşkil edir. Belə olmalıydı. Mətndə qarşısına üçbucaq şərsi qoyulmuş sözlə bağlı sxemi tamamlayın. Təcrübə hər hansı bir hadisənin süni sürətdə yaradılmış şəraitə təsdiq etmək deməkdir. Verilən şərh mətndəki sözün izahına uyğundur, yoxsa deyil. Qarşısına üçbucaq şərsi qoyulmuş söz bilik və təcrübə barədə böyük ehtiyac yazıb. Ehtiyac. Təcrübə. 6 illik Paris həyatı dövründə əldə elədiyi bilik və təcrübə. Onun öz şəxsi təcrübəsidir, özü öyrənir. Deyir, təcrübə hər hansı bir hadisəni süni sürətdə yaradılmış şəraitdə tədqiq etmək deməkdir. Süni sürətdə yazdığı üçün mətndəki sözün izahına uyğun deyilə quş qoyursunuz.
Ondan ibarətdir ki, yəni deyirəm, mətndəki təcrübə deyəndə o həyat fəaliyyəti ilə, yəni həyatı ilə əlaqəli olaraq topladığı təcrübə deməkdir. Təcrübə iki cür ola bilər. Məsələn, mən deyirəm ki, mən təcrübələrimə əsasən deyə bilərəm ki, insanları daha yaxşı tanıyıram. Bu mənim həyatın mənə öyrətdiyi təcrübədir, təbii təcrübədir. Bir də deyirəm ki, universitetin 4-cü kursunda uşaqlar təcrübəyə gedir. Və desəm universitetin 4-cü kursunda uşaqlar təcrübəyə gedir. Sizin üçün orada süni sürətdə bir mühit yaradılır və həmin mühitdə tədqiqat işləri aparırsınız. Amma mətndəki təcrübə o təcrübə deyil. Ona görə uyğun deyil. Nöqtələrin yerinə uyğun gələn fikri müəyyən edin deyir. Mən demişdim ki, imtina edir. Burada məsələn belə bir şey var. Deyir, təkliflər almasına baxmayaraq, müəyyən təkliflər almasına baxmayaraq, ondan sonraki cümləyə də baxmalısınız. Yazıb, çünki 6 illik Paris həyatı dövründə əldə etdiyi bilik və təcrübəyə burada daha çox ehtiyac vardı. Harada? Vətəndə. Düzdür? Vətəndə daha çox ehtiyac varsa, burada şey də yaza bilərik. Təkliflər almasına baxmayaraq, vətənə geri qayıdır. Yəni yazırıq, vətənə qayıdır. Çünki 6 illik Paris həyatı dövründə əldə etdiyi bilik və təcrübə burada, yəni vətəndə böyük ehtiyac var idi. Bu şəkildə daha doğrudur. Sonra 90. Öyrənməsən, öyrədə bilməzsən deyimini Əhməd bəy Ağaoğlu'nun fəaliyyəti əlaqələndirib fikirlərinizi ən azı 2 cümlə ilə. Ən az 2 cümlə ilə deyirsə, 3 cümlə, 4 cümlə və s. kimi yaza bilərsiniz. Mətnə əsaslanırıq təbii ki. Adam gedir Parisdə oxuyur. Baxın, Parisdə hüquq məktəbinin tələbəsi olur. Parisdə oxuyur. Öyrənməsən, öyrədənməzsən, nəsə belə bir şey deyil, düzdür? Sonra gəlir Şuşa şəhərində yaşamağa başlayan Əhməd bəy hər vasitə ilə həm vətənlərini, həm yerlərini bir araya gətirməyə, onların milli şüurunu, vətəndaşlıq və vətənpərvərlik duyğularını canlandırmağa çalışır. Qərbin mütərəqqi ideyalarını Azərbaycan gerçəkliyinə tətbiq etməyə can atır və gördüyü işlərə görə dövrünün nüfuzlu şəxslərindən birinə çevrilir. Yəni, özü gedir birinci öyrənir, sonra gəlir vətənə, vətəndəkiləri öyrədir. Bu şəkildə əlaqələndirmə etməlisiniz ki, Əhməd bəy Ağaoğlu ilk öncə Peterburqa gedir, oradakı təhsil həyatı tam uğurlu olmasa da Parisə gedir, təhsil həyatını inkişaf elətdirir, öyrənir. Sonra öz vətəninə qayıdaraq Şuşa şəhərində yaşamağa başlayır və orada gənclərin vətənpərvərlik ideyalarının təbliğatında, onların öyrənməsində böyük rola sahib olur. Belə.